Baxın dostlar, bu gün çəkdiyim videoda nədən söhbət gedəcək? Əlində Legend cihazı olan, Legend 2 cihazı olan, Score 2 cihazı olan və Score 3 cihazı kimdə varsa, həmən cihazlarda bu fəndi sizə göstərirəm. Yəni bunun izahını verəcəm ki, biləsiz. Məsələn, normal hallarda birinci proqramda qara metallar bağlı, həssasiyyəti bəlli bir nöqtəyə kimi siz artırıb azalda biləcəksiniz. Sözsüz ki, mən 9 səviyyəsinə saxlamışam. Səs tonları ilə işim yoxdur mənim. Frekanslara isə gələndə M1-də, yəni M1-də gəlir. M1-də nədir dostlar? M1-də keçiricilik söhbəti var. Bu keçiricilik söhbəti nəyə aiddir? Məsələn, fərqli metallarda, fərqli torpaqlarda işləmək üçün bu həmən fəndlərdən siz istifadə edə biləcəksiniz. Məsələn, deyək ki, dostlar, deyək ki, bu cihazda birinci proqramda biz işləyirik. Metalları, bütün metalları açırıq. Yəni, bütün metalları görsün. Həssasiyyət də bu cihazda 9 səviyyəsindən saxlamışıq. Söhbət nədən gedir dostlar? İndi telefonu yaxınlaşdırdım, cihaz çəkdi. Söhbət gedir ki, bu metalların, bütün gördüyünüz metalların başlanğıc hissəsi budur dostlar. Yəni, buna bir rəqəmini verir. Fikir verin burada. Bir rəqəmini verir. Bu arta metalların dəyəri dəyişir. Məsələn, bu daşın tərkibində bir metal varsa, fikir verirsiniz, səs verəcək. Yəni, tərkibində hər hansı bir metal varsa, fikir verin, 11 rəqəminə kimi artır burada. Bu o demək deyil ki, cihaz daşa səs verir dostlar. Daşın tərkibində olan xırda zərrəcikləri görür. Bəli, ondan sonra gəlir, fikir verin, mismar tipli metallar. Dəyəri görürsünüz, artır. Və ondan daha çox dəyəri olan metallar. Yəni nədir? Gördünüz rəqəmləri. Bu isə qızıldır dostlar. Dəyər dəyişildi. Bu gümüşdür. Dəyər dəyişildi. Baxın, indi sual ortaya çıxır ki, birdən bu daşın içində, tərkibində yox, bu tərkibli daşın arxasında mı, altında mı, içində qoyulan qızıllar varsa, bəs biz necə biləcəyik ki, o həqiqətən də bu tərkibidir, yoxsa bunun içində olan bir metaldır. Siz nə edəcəksiniz dostlar? Siz gəzinti zamanı, bunun izahını verirəm biləsiniz, gəzinti zamanı bu səsləri alan zaman cihazda olan proqramdan istifadə edəcəksiniz. Bu da sizin cihazınızdan asılı olaraq dəyişəcək. Yəni, əlbəttə ki, əlinizdə professional cihaz və yaxud professional cihazın sadə variantı varsa, siz ondan istifadə edə biləcəksiniz. Baxın, M1-də idi, bütün metallar açıqdır, heç nəyi bağlamamışam. Keçirtdim M2-yə. Keçiricilik söhbətinə görə fikir verin, M2-də də bu bizə səs verəcək. Çünki dostlar, dediyim kimi, bunun içində, bunun tərkibində qızıldırmı, piritdirmi, alüminiumdur, misdir nədirsə toplu halda burada var. Onu da sizə çəkiliş edib göstərəcəm. Pointerdən göstərəcəm. Baxın, mən burada frekansı keçirtdim, M3-də saxladım. M3-də saxlayan zaman fikir verin, bütün metallar açıqdır. Heç nə bağlamamışam. Həssasiyyət də 9 səviyyəsində də olduğu kimi qalıb. M3-də bizdə səs vermədi. Bəli. Sizə lazımdır ki, siz biləsiniz, həqiqətən də bunun tərkibində nəsə var, yoxsa altındadır, içindədir. Bizə burada səs vermədi. Biz indi bunun arxasında bir qızılı saxlayıb bu formada həqiqətən də səs verir. İşləyir dostlar. Bəli, siz bunu yoxlamaq üçün bu fəndlərdən istifadə edib, daha yalançı kimisə əlinə bir qara daşdan zaddan alıb yoxlamaqla deyil dostlar. Yəni bunu siz sahada elə daşlar var ki, mən məsələn sizə bu daşdan söhbət eləsəm, bəlkə sizin gəzdiyiniz ərazilərdə heç bu daşdan yoxdur dostlar. Yalandan sizə niyə aldadım ki, məsələn, bəli, bu daşdan olsa, birdən olsa, birdən yağış yağsa, ildırım vursa sən, onda nə olacaq? Məsələ burasındır. Birdən sözün istifadə eləmirik dostlar. Biz cihazın yüksək potensialından istifadə edirik. Bəli, əgər bu modda gəzə bilməyəcəksinizsə, sizə rahat olsun deyə, baxın, sahil modu var burada. Sahil moduna keçid edən zaman burada M-də işləyəcək. M-də işləyəcək, bütün metallar yenə də açıqdır. Fikir verin, həssasiyyət 9 səviyyəsində. Heç nəyə toxunmadım, heç nə dəyişmədim. Görək bu daşa səs verəcək, yoxsa yox? Yoxdur. Lap yaxından da yaxınlaşdırsam, heç bir səs verməyəcək. Yaxşı, bunun içində
bu tipli qoyulma metallar və yaxud arxasında, altında olarsa səs verəcək yoxsa verməyəcək? Bəli dostlar, səs verəcək. Əlbəttə ki, orada bir metal varsa, arxasında, içində qoyulma metal varsa, əlbəttə ki, cihazımız bizə göstərəcək. Deyəcəksiniz ki, yaxşı, mən bu cihazı istifadə edən zaman torpaq ayarını edə bilmirəm. Onda nə edəcəksiniz? Yeni başlananlar üçün torpaq ayarını bizdə burada, baxın, burada işarə gələcəyindi. Özü axtarış sistemi var ki, yeni başlananlar üçün bunu istifadə edəcəksiniz. Bir dəfə tıklayacaqsınız, bu burada atlanıb düşəcək, burada işarə gələcək və nastroykadan çıxacaqsınız. Heç nəyə toxunmayacaqsınız. O vaxta qədər siz proqramları dəyişənə kimi. İndi fikir verin, burada işarə buradadır. Mən proqramı dəyişəcəm, işarə itəcək. Geri qayıtsam yenə işarə itdi. Fikir verin, bir dənə girəcəksiniz bura. Bu toxunuşla işarə gəldi bura. Bununla da bitdi. Torpağı balans eləyəcək və başlayacaq işləməyə. Bu qədər dostlar. Ünvanımız Nərimanovda yerləşir. Əliyar Əliyev küçəsi 8 Kosmos yaşayış kompleksində.